Ana yurdum hər daşına yüz qoyum, hər dərəndə çaldığım saz yaşayır. Kimi sənin çiynində, sən kimini, qeyrətini yaşadanlar az yaşayır. Bu səbəbdən qəlbim yaman xallanır, çox ünvanda qaçaq tərif yallanır. Bir ağlın budağından sallanıb, neçə ağıldayaz yaşayır. Gülüm, bir də görüşünə yubansam, adımı tut harda dağlar dumansa, gözünü sıx, hansı daşda su yansa, o daşaqda Məmməd Aradan yaşayır. Ana vətənim, ağdamım mənim. Ana vətənim, ağdamım mənim. İllər sonra Xıdırlının həyəcanı yenidən canlanıb. Kəndin köhnə həyətyanı sahələrində səs-küy, uşaqların gülüşü, dirçələn həyat var. Bura Xıdırlıya yeni köçən ailələrin bir araya gəldiyi həyətdir. İllərdir boş qalmış evlərin qapıları bugün yenidən açılıb. Həyətlərə həyat qayıdıb. Ağdamım mənim. Hoş geldin, selam ol. Hoş geldin. Komşular, hoş gelmişsiniz. Sağ ol, hadi zahmetler. Gel. Hayatına hayır işe gerek. Sağ olun. Ağdamım mənim. Bu masanın ətrafında yeni ümidlər əyləşib. Hər kəsin danışacaq bir xatirəsi, paylaşacaq bir sevinci var. Kimi deyir uşaqlığım burada keçib. Kimi isə bu torpaqda ilk dəfə nəfəs alıram. Amma hamısını birləşdirən eyni hissdir, doğmalıq. Şükür bu günümüzə ki, bugünkü gün doğma yurdumuzda, elimizdə, obamızda oturmuşuq çay süfrəsində. Qonşularımla, əzizlərimlə, canciyərlərimlə oturmuşuq, söhbətləşirik. Sağ olsun ki, dövlət başçımız bu günü bizə qismət eləyib, yerimizi, yurdumuzu alıb, yerimizdə, yurdumuzda oturub, istirahətimizi eləyirik. Hər gün belə oturub, dərdləşirik, can deyib, can eşdirik. Tərəbba yurdum, uşaqlığım mənim, cavanlığım burada keçib. Şükür bu günümüzə. 2 aydan çox ki, burada yaşayıram, ilk qardaş qrupuna. Bizə qoşu yazılıblar, gəlmişik, şükür Allahın adına. 3 otaqlı ev verilblər, yaşayırıq, hər şey şəraitimiz yaxşıdır. Hər kəsin payına biraz həsrət, biraz sevinç düşüb. Kimi illər öncə tərk etdiyi yurduna dönüb, kimi isə bu torpaqda sanki yenidən gəncliyini tapıb. Allah qoysa yaşlılaşdıracağıq bu kəndi, əvvəlkindən də gözəl şəkilə salacağıq. Bir şey təəssüf eləyirəm ki, mənim bu qoca vaxtıma düşdü də, yaşlı vaxtıma düşdü, hayır. Keçən günlər bir xəyal kimi qalıbdı yadımızda. Onu təzədən yaşaya bilməyəcəm, hayır ki, onun üçün qayıdıb cavan olmaq da mümkündür. 2 otaqlı mənzillə təmin olmuşuq. Ümumiyyətcə, mənim üçün burada çox yaxşıdır, əgər soruşmaq istəyirsinizsə. O 32 il əziyyətli ömrü yaddan çıxardır, bax bu təbiət, bu kənd, kəndin insanları. Sanki o əziyyəti çəkməmişəm. Xoşbəxt günlərim bəlkə də bu gündən, bu 2 ay bundan qabaqdan başlayıbdır. Əziz torpağımıza qayıtmışıq. Burada elə insanlar var ki, heç bu qaçqınlıq vaxtı mənə gəlir, heç bir-birini görməyib. Şükür ki, bu günləri bura məskunlaşandan sonra bir-birini görürlər də, yəni 30 ildən sonra. Çünki hərəsi bir tərəfdə olub, biri Mingəçevirdə, biri Bakı şəhərində olub, biri Bərdə şəhərində olub. Uzun illər bir-birini görməyən insanlar olubdur. Allah'ın bugünkü günə min şükür. Böyük bir layihədir. 30 ildən sonra biz insanlar gəlib yerlərinə məskunlaşır.
12 il sonra Xıdırlıya qayıdanlar üçün hər daş, hər yol, hər həyət yeni bir başlanğıcdır. Burada açılan hər bir qapı təkcə bir evin deyil, bütöv bir kəndin dirçəlişidir. Artıq Xıdırlı nəfəs alır. Xıdırlıda yeni həyat başlayıb. O verib əmədim, aslanım ay balam, vaxtıca oluram şız.